Aziz bacılarım ve kardeşlerim, bugün doğrudan da halkımız için ve xüsusən də bizler için, müsavatçılar için, müsavat değerlerini kabul edenler, anlayanlar için tariximizin en önemli günlerinden biri aslında birincisidir. Bugün Məhəmməd Əmin Rəsulzadənin liderliği altında, Müsavat Partiyasının rəhbərliyi altında Azərbaycanın istiqlalı əldə edilibdir. Azərbaycanın tarix boyu çox sayılı dövlətlərindən sonra ilk dəfə demokratik parlamentli bir dövləti yaradılıbdır. Bugün münasibətilə sizlərin hamınızı və sizin simanızda bütün xalqımızı təbrik edirəm. Biz bu tədbiri adətən Novxanı kəndində qeyd edirik. Bunun bir səbəbi Rəsulzadənin bu ətrafda yeganə abidəsinin məhz Novxanı kəndində olmasıdır. Təbii ki, Rəsulzadənin özünün Novxanı kəndini yetirməsi olmasıdır və mən bir daha burada Novxanı kəndinin ağsaqqallarını, ziyalılarını, gənclərini salamlayıram. Təşəkkür edirəm bayram tədbirində bizimlə birgə iştirak etdikləri üçün. Amma eyni zamanda tədbirin burada qeyd edilməsinin başqa bir səbəbi də odur ki, Rəsulzadənin heykəli Bakının ən yüksək nöqtəsində yüksəldilməlidir. Təəssüf ki, bu edilmir, əksinə bu uzadılır, ləngidilir, problemlər yaradılır. Rəsulzadənin adı Bakı Dövlət Universitetindən, hansını ki o yaradıbdır, universitetdən alınır və onun adının mümkün qədər arxa plana keçirilməsi üçün səylər göstərilir. Burada əvvəlki natiqlər çıxışlarında o dövrün bir sıra məqamlarına toxundular, ona görə mən detallara getməyəcəm. Ancaq bəlli məsələdir ki, bu Cumhuriyyətin banisi Məhəmməd Əmin Rəsulzadədir. Bunu biz müsavatçılar da bilirik, bunu ölkəmizin ən dəyərli alimləri, ziyalıları, həmin dövrün tədqiqatçıları da gözəl bilirlər. Biz bu sözü deməklə qətiyyən digər qurucuları, Əlimərdan bəy Topçubaşovu, Fətəli bəy Xoylunu, Nəsib Yusufbəylini, Həsən bəy Ağayev və digərlərini qətiyyən arxa plana atmaq fikrində deyilik. Onlar nəhəng insanlardılar. Azərbaycan üçün nəhəng işlər görüblər. Və bizim onlara da sevgimiz, sayğımız sonsuzdur, əbədidir. Amma əgər hakimiyyət Rəsulzadəyə qarşı bu qədər soyuqqanlılıq göstərirsə, bəzən də müxtəlif şəxslərin vasitəsilə Rəsulzadəyə qarşı Əlimərdan bəy Topçubaşovu və digərlərini qoymağa çalışırsa, çox sadə bir sual yaranır. Yaxşı, siz digərlərini Rəsulzadənin də önəmli hesab edirsiniz Azərbaycan tarixi üçün. Bəs onların abidəsi hanı? Niyə Əlimərdan bəy Topçubaşovu Bakının ən görkəmli bir yerində heykəli yoxdur? Niyə Fətəli bəy Xoylunun heykəli yoxdur? Təsəvvür edirsiniz, Bakıda sayısı hesabsız abidələr var. Məsəl üçün, elə biri Ayna Sultanovun abidəsi. Təsəvvür edirsiniz, Bolşevik hakimiyyətinin təbliğatçılarından birinin abidəsi qalır, amma Rəsulzadənin, Topçubaşovun, Xoylunun və digər böyük şəxsiyyətlərin, Cumhuriyyəti quran şəxslərin heykəllərindən əsər əlamət yoxdur. Məhəmməd Əmin Rəsulzadə və onun silahdaşları Azərbaycan Cumhuriyyətini yaratmaqla, parlamenti dövlət qurmaqla, Müsavat Partiyasını yaratmaqla, bizim üç rəngli bayrağımızı yaratmaqla, bizim müqəddəs himnimizi yaratmaqla, bizim gerbimizi qəbul etməklə Azərbaycana dəhşətli dərəcədə böyük, nəhəng bir xidmət göstərirlər. O xidmətin nəticəsidir ki, Azərbaycan xalqı bütün dünyada sayılan, seçilən, hörmət edilən xalqlardan biridir. Biz hər zaman haqlı olaraq deyirik ki, Azərbaycan Demokratik Cumhuriyyəti şərqdə ilk demokratik dövlətdir. Amma dünyada da demokratik dövlətlərin sayı elə də çox deyildir. Yəni, 1914-cü ildə Birinci Dünya Savaşı başlayanda dünyada 10-15 dənə demokratik sayılan dövlət var idi, ya da yox idi. 2018-ci ildə Birinci Dünya Savaşı bitəndən sonra Azərbaycan da daxil bir neçə dövlətin yaranması ilə demokratik dövlətlərin sayı 29-a çatıb dünyada. Təsəvvür edirsinizmi? Dünyada 5000 dil var. Bu 5000 xalq deməkdir. Və bu 5000 xalqın içindən yalnız 200-ə yaxınının dövləti var və bu 200-ə yaxın dövlətdən də biri 1918-ci ildə demokratik bir dövlət olaraq qurulubdur. Və yeri gəlmişkən, Rusiya bolşevikləri 1920-ci ilin aprelin 27-sində Azərbaycanı işğal etdilər və zaman deyilir ki, Azərbaycan Cumhuriyyəti, Rəsulzadənin qurduğu Cumhuriyyət cəmisi 2 ildən biraz az müddətdə yaşaya bildi.
Amma Rusların öz dövləti nə qədər yaşayıb ki? Ruslar da 1917-ci ilin fevralındakı inqilabdan sonra demokratik bir dövlət qurmağa çalışmışdılar. Onların o demokratik dövləti heç bir il də çəkmədi, 10 ay da çəkmədi. 1917-ci ilin oktyabrında Bolşeviklər öz ölkələrində də hakimiyyət ələ keçirərək öz xalqlarının da inkişafının qabağını aldılar. Necə ki, Azərbaycan xalqının, digər xalqların inkişafının qabağını alırdılar, öz xalqlarının da qarşısını aldılar. Və buna görə də Rəsulzadəyə münasibət sadəcə bugünkü hakimiyyətin müsavata qarşı, Rəsulzadəyə qarşı, Cumhuriyyət quranlara qarşı qısqanclığı deyil. Bu həm də siyasi, ideoloji bir fərqdir. Bu, Rəsulzadə başda olmaqla Cumhuriyyət quranların demokratik xətti ilə, demokratik dəyərləri ilə sonraki hakimiyyətlərin və indiki hakimiyyətin avtoritarizmə, totalitarizmə, diktaturaya meyli ilə müqayisə olunan bir məsələdir. Bu, Rəsulzadə və onun silahdaşlarının Azərbaycanın Türkiyə ilə və Avropa ölkələri ilə ittifaqını istəyən bir fikirlə yanaşı, indiki hakimiyyətin hər addım başı Bakıda, Azərbaycanda Rus məktəblərinin, Rus dilli məktəblərin sayı ilə fəxr edən hakimiyyətlə müqayisə edilməlidir. Bu, ciddi ideoloji, siyasi, mədəni fərqlərdir və bu məsələ özü göstərir ki, indiki hakimiyyətin Rəsulzadəyə, onun silahdaşlarına, Müsavat Partiyasına, bizlərə qarşı, Azərbaycanda haqq ədalət uğruna mübarizə aparan insanlara qarşı münasibəti təkcə qısqanclıq deyil, həm də siyasi, ideoloji fərqlərlə bağlıdır. Biz haqlı olaraq Cumhuriyyətimizlə fəxr edirik, parlament dövlətimizlə fəxr edirik. 18-ci ildə qurulmuş bu möhtəşəm dövlətlə fəxr edirik. Və hakimiyyət özü də bu Cumhuriyyəti sevməsə də, Cumhuriyyətin dəyərlərindən faydalanmağı sevirlər. Tez-tez təkrar edirlər, orada-burada. Onlar da deyirlər ki, şərtli Cumhuriyyəti biz qurmuşuq, qadınlara azadlıq, qadınlara parlamentdə seçki hüququnu biz vermişik. Bunu deyirlər. Yəni, ürəkdən olmasa da özləri də bundan faydalanırlar. Amma bu hakimiyyət bir şeyi də anlamaq istəmir ki, Cumhuriyyət, istiqlal təkcə qürur üçün, təkcə fəxr etmək üçün əldə olunmur. İstiqlal xalqın xoşbəxtliyi üçündür. Məhəmməd Əmin Rəsulzadənin möhtəşəm fikirlərindən biri belədir ki, Azərbaycana müstəqilliyini yaşadacaq və Azərbaycan türkünü, Azərbaycan vətəndaşını xoşbəxt edəcək. Firqənin adı müsavat olmaya bilər, ancaq həmin firqənin mahiyyəti müsavatçılıq olmalıdır. Yəni, bu o deməkdir ki, bütövlükdə istiqlalın, azadlığın, cumhuriyyətin məqsədi, hədəfi Azərbaycan xalqının, Azərbaycan vətəndaşının xoşbəxtliyidir. Bu xoşbəxtlik istiqamətində indiki hakimiyyətin hansı uğuru var, hansı addımı var? Ölkədəki problemlərdən danışmağa başlasaq, saatlarla söhbət davam edəcək. Ölkə bərbad vəziyyətdədir. İnsanların həyat səviyyəsi çox aşağıdır. Yaşamaq gündən günə, ildən ilə çətinləşir. Ölkədə demografiyanın vəziyyəti bəllidir. Evlənmələr azalır, uşaqların dünyaya gəlməsi azalır. Gənclər ölkəni tərk edib xaricə gedirlər. Gedib fəhlə kimi işləyən də var, ziyalı kimi çalışan da var, alim kimi çalışan da var. Bu saatı ölkəni ən çox tərk edən peşə sahiblərindən biri həkimlərdir. Təsəvvür edirsinizmi? Azərbaycanda yetişən həkimlər xaricdə işləməyə çalışır. Eləcə də başqa ixtisas sahibləri, gənclər, kompüter ustaları, proqramçılar və s. və s. Məhəmməd Əmin Rəsulzadə deyirdi ki, gənclik bir millətin ümid çırağıdır. Və indiki hakimiyyət xalqa bütövlükdə və gənclərə bu şərait yaratmaqla faktiki olaraq xalqımızın ümid çırağını söndürməyə çalışır. Gələcəyini zədələyir. Eyni sözləri qadın azadlıqları ilə bağlı da demək olar. Məhəmməd Əmin Rəsulzadənin məşhur bir sözü var idi ki, qadını azad olmayan millətin özü də azad ola bilməz. Bugün isə Azərbaycanda elə bir şərait yaradılıb ki, bəziləri qadınları yenidən də mətbəx səviyyəsinə, ailə çərçivəsinə geri göndərmək istəyirlər. Halbuki qadın azadlığın rəmzidir. Qadının azadlığı millətin azadlığı deməkdir. Qadınlarımız ictimai siyasi sahələrdə, iqtisadi sahələrdə, mədəniyyət sahəsində, bütün sahələrdə öndə olmalıdır. Millətin gücü qadınların fəallığındadır.
Ona göre de Müsavat Partisi olarak biz bütün bu istiqamətlere her zaman dikkat vermişik ve dikkat vermekte devam edeceğiz. Gençlerimizin irəli çıxmasına, qadınlarımızın fəallaşmasına əlimizdən gələn bütün dəstəyi vermişik və bu dəstəyi göstərməkdə davam edəcəyik. Eyni zamanda bunun ölkə miqyaslı olmasını istəyirik və tələblərimizi edirik və edəcəyik. Bugün Azərbaycanımız çox mürəkkəb bir dövrdə mövcuddur. Dünya çox qəlizləşibdir. Dünyada müharibələr davam edir və işin tərsliyindən o müharibələrin ən qanlı variantları Azərbaycanın böyründədir. Azərbaycandan şimalda da, Azərbaycandan cənubda da qanlı müharibələr davam edir. Bölgə bütövlükdə qana bürünübdür. Bugün dünya dövlətləri arasında beynəlxalq hüquqa, haqqa, ədalətə tərəf çıxmaq əvəzinə maraqlara əsaslanan, şəxsi maraqlara, qrup maraqlarına əsaslanan siyasət önə çıxmağa başlayıbdır. Belə bir mürəkkəb dönəmdə millətin gücü üçün, ölkənin sağlamlığı, qorunması üçün və inkişafı üçün milli birliyə həddən artıq böyük ehtiyac var. Biz obyektiv insanlar kimi qeyd edirik ki, 2020-ci ildə torpaqlarımızın işğaldan azad edildiyi 44 günlük müharibə dövründə Azərbaycanda hər halda milli birlik, həmrəylik istiqamətində müəyyən addımlar atılmışdı. O millət, ilk növbədə millət özü o həmrəyliyi təmin eləmişdir. Və indiki hakimiyyət də dərk eləməlidir ki, milli birliği olmadan, həmrəylik olmadan, insanların haqqı, ədaləti qorunmadan ölkənin problemlərini həll etmək mümkün olmayacaq. Nə bütövlükdə Azərbaycanımızın, nə də Azərbaycanda hər hansı bir siyasi qüvvənin, hətta hakimiyyətin özünün də gələcəyini yalanın üzərində, zorakılığın üzərində, oğurluğun üzərində, korrupsiyanın üzərində qurmaq olmaz. Yalnız azadlıqlar, ictimai, siyasi və iqtisadi azadlıqlar, haqq, ədalət, gerçək seçkilər, azad mətbuat, bu azadlıqlar xalqın gücünün ortaya çıxmasına imkan verəcək və ölkəmizin güclənməsinə, inkişafına, yenə də dünyanın ən hörmətli dövlətlərindən biri kimi yoluna davam etməsinə şərait yarada biləcək. Ona görə də biz Müsavat Partisi olaraq ziyalılarımıza, gənclərimizə, qadınlara arxalanaraq mübarizəmizi davam etdiririk. Məhəmməd Əmin Rəssadın bir gözəl sözü də yadıma düşür. O deyirdi ki, biz çox xoşbəxt insanlarıq ki, Azərbaycanımız yolunda fədakarlıq eləməyi şərəf bilir. Yəni biz müsavatçılar xalqımıza, millətimizə xidmət eləməyi şərəf bilirik. Və bu şərəf yolunu biz sizlərlə bir yerdə və sizin simanızda xalqımızın böyük əksəriyyətindən bir yerdə davam eləyəcəyik. Və mən əminəm ki, gerçək uğurlara, qələbələrə də bir yerdə nail olacağıq. Bu yolda sizlərə uğurlar, qələbələr arzulayıram. Həm Cumhuriyyət gününüz, İstiqlal gününüz, həm də Qurban bayramınız mübarək olsun. İş elə gətirib ki, bu il Oruçluq bayramı gəldi, Novruz bayramının eyni günə 20 Mart'a təsadüf etdi. Və Qurban bayramı günləri də İstiqlal günümüzdə, müstəqillik günümüzlə eyni gündə qeyd olunur. Ona görə bu bayramlarınızı da təbrik edirəm. Və inanıram ki, biz bir yerdə bütün milli hədəflərimizə, dövlət hədəflərimizə nail olacağıq. Rəsada demişkən, istiqlalımızı da qoruya biləcəyik, vətəndaşımızı da xoşbəxt eləyə biləcəyik. Sağ olun, var olun, Tanrı Azərbaycanımızı qorusun.